heç bir işlə məşğul deyiləm. Hər şeyi Allahın ümidinə buraxmışam. Hər hansısa gözləntim yoxdur. Allaha dua edirəm. Elə dolanıram. Yeni Sabah məlumat verir ki, bunu Musavat Coma açıqlamasında 5 qat dünya, 11 qat Avropa çempionu tanınmış karateçi Rafael Ağayev bildirib. O deyib ki, hazırda yalnız dincəlir. Hansısa idman yarışına hazırlaşmıram və tələbə də hazırlaşdırmıram. Formada qalmaq üçün məşq edirəm. Bir də çayxanalarda oluram və dincəlirəm. Depressiyadayam, gülür. Ancaq yəqin ki, hər şey yaxşı olacaq. Rafael Ağayevin Azərbaycan Karate Federasiyası ilə yaşadığı gərginliklə bağlı açıqlanması böyük səs-küy yaradı. O, Azesport.com saytına federasiyası ilə arasında olan problemdən danışarkən deyib ki, zədələrinə görə dərman istəyərkən sən bizi bezdirmisən cavabını alırmış. İdmançılar mənə layiq qoyanda marşların kəsirdilər. Deyirdilər ki, baxın, Rafael çox danışır. Deyən yox idi ki, düz danışır. Deyirdilər ki, baxın, Rafael çox danışır. Deyən yox idi ki, düz danışır. Danışmalıyanda dinləyən yox, sayan yox. Avropa dünya çempionatı olanda zədəli çıxıb döyüşürdü. Bir gün ayağıma dərman istədim. Mənə bilirsiniz nə dedilər? Sən bizi bezdirmisən cavabını verdilər. Ancaq o iynə mənə lazım idi. Mən onlara demədim ki, maşın alın, ev verin. Zədəmi müalicə etdirmək istədim. Dedim ki, iynəni vurum ki, hambal kimi işləyim. Amma Avropa oyunlarında 150 min manat, İslam oyunlarında 150 min manat, Olimpiya oyunlarında 300 min manat qazananda dedilər ki, ortaya pul qoyun. Hamıya həmin puldan verəcəyik. Bəs mən hazırlaşanda hamı haradaydı?